bir stəkan su içirəm mütləq 15 dəqiqə yeməkdən əvvəl. Sizə yeni bir gündən salamlar. Necəsiniz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Burada saat 5-də oyanmışam, bir stəkan su içmişəm. Çünki yeməkdən əvvəl bir stəkan su içmək mütləq vacibdir. 15 dəqiqə əvvəl içmək. Niyə görə? Çünki beyinə doydum siqnalı, ümumiyyətcə yemək yeyəndə doydum siqnalı 20 dəqiqəyə çatır və ona görə də, məsələn, ona görə deyirlər ki, yavaş-yavaş yeyin, çox çeyniyin ki, 20 dəqiqə vaxt keçsin. Çünki ondan tez yeməyi bitirəndə, hər bir şeyi tez-tez yeyəndə doydum siqnalda çatmır və siz hər şeyi yeyirsiniz, yenə də doymursunuz. Bu da insanda kökəltmə yaradır. Ona görə 15 dəqiqə əvvəl suyu içirik ki, 15 dəqiqə keçsin və o 5 dəqiqə ərzində də biz yeməyi yeyək yavaş-yavaş. Təbii ki, su içəndən sonra Allaha məktubu yazıram, bitirirəm və keçirəm mətbəxə. Burada imsak hazırlayıram və ona görə də qəfədanı yandırıb qoyuram. Bu arada qızlar, bu qəfədanı mən o qədər çox bəyənirəm ki, nəsə belə retro havası var. Mən adətən ya yumurta yeməyi xoşlayıram. Yumurta məni çox yaxşı saxlayır. Ya da belə südlə Herkules meyvəli xoşlayıram yeməyi. Gündə uşaqlıqda glazok atam çox xoşlayırdı. Mən də bişirirdim ona. Sadəcə glazok belə çörək batırıb yeyəndə daha yaxşı olur deyə boş. Belə çörəksiz onu yemək olmur. Ona görə də biraz daha bərk eləyirəm çörək yeməyəndə. Yoldaşım isə sevmir mən yumurtanın üstünə belə chia toxumu, küncüt əlavə eləyəndə, amma məcbur ona da eləyirəm ki, lazım olan vitaminləri ala bilsin. Yanına da lazım olan vitaminləri almaq üçün pendir qoyuram, biraz qoz qoyuram, fındıq qoyuram və bugün belə. İstəyirəm ki, işlərimi görə hansı ki həyatımızı dəyişdirəcək vərdiş haqqında, hansı ki plan tutmaq, plan dəftərin istifadəsi barəsində bir video çəkim. Sürətli həyat tərzimiz, gündəlik qaçaqaç, iş, güc, şəxsi inkişaf və yaxud sosial həyat bir çox məsuliyyətlər arasında itmək bilirsiniz ki, indi çox asandır. Qarışıqlığın qarşısını almaq və həyatımızı məsələn nizama salmaq üçün ən effektiv yollardan biri odur ki, plan dəftəri tutmalıyıq, onu istifadə etməliyik. Məsələn, mən burada namazlarıma qədər yazmışam. Çünki olur ki, biz dünyəvi varlıqlarıq, olur ki, namazları gecikdiririk, birazdan qılaram filan, onu mən də edirəm. Ona görə də namazlarımı da yazmışam və tutalım ki, sübh namazını qıldım. Artıq onun üstündən belə rəngləyirəm. Belə rəngləmək mənə daha yaxşı gəlir. Sonralıqca əvvəlki səhifələrdə açıb baxanda görürəm ki, hə, mən nə qədər iş görübmüşəm. Sübh namazını bitirdim, üstünü belə yaşılla rənglədim. Mütləq axşamdan edirsiniz. Çünki səhər oyananda adamın motivasiyası olmur. Görəsən mən nə iş görəcəm, necə eləyəcəm. Beyninizin sakit olmağı üçün bunu mütləq gecə arası bir 15 dəqiqə də olsa vaxt ayırırsınız, yazırsınız, daha sonra yatırsınız. Burada bilmirəm fikir verdiniz ya yox, orada ixlas dərsi var, iman dərsi var. Onun üçün də belə bir dəftər tutmuşam. Düşünürəm ki, dəftərlər nə qədər çox olsa o qədər yaxşıdır. Hansı ki, ən sevdiyim kanal Xəyalxanəm kanalıdır. Yəqin ki, onu tanıyırsınız hamınız. Tutalım ki, orada dərslərdə hansı ki, bilmədiyim kəlmələr var. Tutalım burada mərifətullah nə deməkdir? Tutalım ixlasın növləridir, necə ixlaslı olmaq olar. Başqa bir terminlərdir. Onları bilmədiklərim yadımdan çıxar deyə onları yazıram. Yazılı şəkildə həm yadımda daha yaxşı qalır, yaxşı dərk eləyirəm, həm də lazım olanda açıb təkrarlamaq üçün. Gördüyünüz kimi məqsəd qoymuşam ki, gündə bir dənə dərs, ixlas dərsi eləyim, yəni dinləyim və oradan nəticələr çıxardım. Onu eləyəndən sonra da yazmışam dəftərimə ki, onun üstündən xətt çəkim. Çünki bunu etməyəndə deyirsən ki, bugün çox iş gördüm, sabah eləyərəm falan qalır. Bu soyuducunu məsələn neçə günlərdir mən təmizləməliyəm. Soyuducu bildiyim bərbad gündədir. Onu da təxirə salırdım. Hal-hazırda dolablarda qarışıb, dolabdan bildiyiniz kimi bir dənə şey götürürsünüz. Nə zaman ki pozulsa deyirsən ki, evə gələrəm, onda düzəldərəm, eyb yox, bunu da elə-belə qoyum deyə bir neçə günlərdir. Hətta bəlkə 15 günlərdir mən o vəziyyətdə olmuşam. Ona görə də gələn videolarda dolabları da sərgiyə salacağam. Bu aralar evdən çox çıxdığıma görə, ona görə də hər yer darmadağın. Bu gün isə yazmışdım ki, bugünkü gündə soyuducunu təmizləyəcəm və həqiqətən də o plan dəftərində onu etməyəndə adamda elə bir narahatçılıq olur ki, ona görə də yazın, yazanda mütləq edirsiniz. Çalışacağam ki, bu videoda ümumilikdə hər yerdə gördüyünüz ay plan dəftəri belə olmalıdır. Elə yox. Yəni ola bilər ümumilikdə gördüyünüz bir şeydən danışım, amma öz təcrübəmə uyğun olaraq danışacağam. Mənə görə plan dəftər tutmağın ən gözəl yanı odur ki, beynində hansı ki böyütdüyün işlər var ki, onu da eləməliyəm, bunu da eləməliyəm ki, heç birini də eləyə bilməyəndə stresə düşürsən, narahat olursan və yazdıqda görürsən ki, yox, o qədər də çox işim yox imiş. Yəni gündəlik bunu az-az etsəymişəm, eləyə bilərmişəm, bitirə bilərmişəm. Çünki adi olur da, tutalım, məndə deyirəm, Hüseyndə də olur. Tutalım ki, hər 5-ci gün ingilis dili dərsi olurdu və mən hardasa bir neçə müddət elə oldu ki, 3 həftə falan ingilis dili dərsinə, yəni hər 5-ci gün biz dərsə gedə bilmədik. Ondan sonra bunun artıq ucu bucağı olmadı ki, mən əlin ayağın yığım, 3 dərsdə elə belə bir dərs deyil və həmən anda, misal olaraq sizə deyirəm, həmən anda adam stres çəkir və tamamilə o işi tərk etmək istəyir. Elə də olur, tutalım ki, deyirəm indi paltarlar. Paltarlar səliqəlidir, bir ədədini götürdünüz, tələsik harasa çıxanda o paltarı atdınız, dediniz ki, hə, sabahları düzəldərəm. Sabah
Sabahlarda nəsə oldu, yenə də səliqəsiz atdınız və artıq bu paltarların əli-ayağı yığışmır da. Gözünüzdə böyüdürsünüz ki, onları təzədən səliqəyə salmaq lazımdır. Həmin şeylər üçün də plan dəftəri yaxşıdır. Məsəl üçün mən yazmışam ixlas dərsi 1 dərs. Ora 3 dərs yazmamışam. Yəni birdən-birə yüklənmək yox, azad. Tutalım ki, bugün şkafın, dolabın 1 ədədini düzəldəcəm. Bugün geridə qaldığım ingilis dili dərsinin sadəcə 1 ədədini. Şeyinə də deyirəm. Deyir ki, nə dərslər, başqa nə dərslər var? Həmişə deyirəm. Digər dərsləri unut. Sadəcə 1 dərsim var. Bu dərsə beynini ver. Daha sonra ikinci dərsi mən sənə verəcəm. Yəni onun plan dəftəri mən olmağa çalışıram. Buna görə də ilk növbədə düzgün, stressiz, rahat yaşamaq istəyirsinizsə, plan dəftəri mütləq. Qaldı ki, məqsədlərə çatmaq üçün plan dəftəri yazmaq istəyirsinizsə, böyük məqsədlərə, məsələn, illik məqsədlər ola bilər, aylıq məqsədlər ola bilər. Bunu da yazırsınız. Sadəcə orada günlük olaraq addımlar yazırsınız. Hansı ki, illik bir məqsəd qoymusunuz, buna çatacaqsınız. Düşünürsünüz ki, məsələn, buna çatmaq üçün mən hansı yollardan keçməliyəm? Həmin məqsədi kiçik-kiçik addımlara böldükdə sonda baxırsınız ki, siz rahatlıqla həmin məqsədə çata bilmisiniz. Ona görə də mütləq şəkildə günə bölərək, axşamdan günə bölərək kiçik-kiçik addımlar, hədəflər qoymaq lazımdır o böyük hədəfə getmək üçün. Bəzi insanlar var, onların yanında hansı ki, danışanda ki, mən hər işimi yazıram, daha sonra eləyirəm. Bəzi insanlar gülür, deyir ki, onsuz da bilirsən də sən nə iş görəcəksən. O nədir ki, yəni oyuncaq kimi bir də şəklini çək hələ. Belə bir reaksiyalar da var, amma həqiqətən oyuncaq deyil. Siz onu yoxlayandan sonra başa düşürsünüz ki, o sizin beyninizə birinci növbədə beyniniz işləyir, beyninizə yaxşı təsir edir, çünki siz yazı ilə məşğul olursunuz. İkinci növbədə nə iş görmüsünüzsə, onun üstündən o xətti çəkəndə adama elə bir motivasiya gəlir ki, elə bir bacardım hissi gəlir ki, elə heç bir şey yox. İşləri çatdırmağı da qoyun bir yana. O motivasiya hissi ki, yaşayacaqsınız onları bacardıqca, o belə sizə bəs edəcək. Amma burada bir şeylər var ki, məsələn, ola bilər ki, çünki xanımlardan var idi, yazmışdılar ki, plan dəftəri tutmuşuq, amma hansı ki, işi çatdıra bilməyəndə daha çox stres olur. Bu barədə heç bir stresiniz olmasın. Mən də çatdıra bilmirəm. Məsələn, sizə bu göstərdiyim dəftərin hamısını eləyə bilmədim. Orada yazmışdım ki, paltar şkaflarını düzənlə. Amma paltar şkafını düzənləyə bilmədim. Vaxt çatdıra bilmədim. Bu zaman mən də stresə düşürəm əslində. Amma düşmək lazım deyil. Baxmaq lazımdır ki, həmən o hansı ki məqsəd vardı, onu eləyə bilmədik. Onu bir dəfəlik yox saymaq yox. Onu oradan köçürürük yeni günə. Artıq həmən günün gecəsi, səhərsi gün üçün təzədən o məqsədi qoyuruq, ta ki onu biz çatana qədər. Ən əsas ipuçlarından deyim ki, birincisi 100% olsun bu gecə yazmaq. Yəni səhər yazmayın, gecə yazın, daha sonra yatın və mənim özümdə yoxladığım ən böyük bir şey. Yəni əvvəllər mən necə gəldisə o cür yazırdım. Tələsik, öz xəttim də o qədər gözəl deyil. Yəni xəttim səliqəsizdir. İndi isə daha səliqəli, daha özənli, daha rəngli yazmağa çalışıram. Bu da məsələ ilk baxışda mənə də elə gəlirdi ki, çox işim var, Allahından iş başımdan aşır. Hələ bir də götürüm ona vaxt ayırım, bir səliqəli də yazım, bir rəngliyim də, hamısı vaxt itkisidir. Da bütün gün üstündə oynamaq yox, o cür nə yox. Amma mənim yazdığım kimi məsələn yaza bilərsiniz. Niyə görə? Onu daha səliqəli yazanda ona xüsusi vaxt ayırırsınız deyə. O sizin artıq beyninizdə olur ki, mən buna vaxt ayırmışam. Bunu səliqəli yazmışam və bunu mən etməliyəm. Yəni səliqəsiz yazanda bir anda da elə o üstündən xətt çəkməyə daha adam meyilli olur ki, sabah eləyərəm, sabah yenə yazaram, nə qədər vaxtım alıb ki. Amma üstündə düşünəndə, belə bir səliqəli yazanda və üstünü rəngləyəndə artıq orada bir əmək var, bir səliqə var deyə siz onu elə-belə yola verə bilmirsiniz. Və üstündən rənglədikcə, əvvəlki səhifələrə baxanda da görürsünüz ki, həqiqətən də mən günümü verimli keçirmişəm. Üstündən rəngləmədiklərimiz isə gözə elə həmən dəqiqə batır. Onu da götürürsünüz rahatca, səhərsi günə keçirə bilirsiniz. Deyə bilərsiniz ki, bu düzənsizlik niyə olur? Hər vaxtı öz işimizi çatdıra bilərik və yaxud elə insanlar var da, yəni məsuliyyətlidir, bütün işlərini çatdıra bilir. Mən əvvəllə düşünürdüm ki, mən çatdıra bilmirəm, mən özümü günahlandırırdım. Amma sonra düşündüm ki, yəni normalda hələ bir qadın, digər bir işlə məşğul olmayan qadınlar, xanımlar həmən vaxtı heç çatdıra bilmirlər. Onda qalmış məsələn Instagrama video yüklə, TikToka video yüklə, YouTube üçün video çək, bunu araşdır, onu elə. Həqiqətən də çatdırmaq olmur. Ona görə də işləyən xanımlar ola bilər, çatdıra bilməyən xanımlar ola bilər. Özünüz bilirsiniz ki, bu dəqiqə uşaqların dərsləri də ağırdır. Evə yemək bişirmək, hətta mesajlaşmalar var. Yəni WhatsApp-da olsun, qohumlara yaz, onu elə, bunu elə, həkimlə danış, uşağın nə bilim o hazırlıq müəlliməsi ilə, bu qruplarla, onunla maraqla baxırsan ki, günü bölmək olmur və həqiqətən bəzən sıxlıq adama o qədər yorucu gəlir ki, baxırsan ki, mütləq o şəkildə o tutalım valideynlər qrupuna mütləq şəkildə yazmalısan və yaxud müəllimə hədiyyə almaq istəyirlər, tutalım, o hədiyyə qrupuna yazmalısan, başqa bir qrupa yazmalısan. Məcbursan ki, bunu oxuyasan və həqiqətən də bu adama bir müddət sonra çox yorucu gəlir. Ona görə də bəzi şeyləri vaxta ayırmaq
olmaq lazımdır ki, biləsən ki, bu saatda girərsən, bir mesaja cavab yazarsan, bu saatda işlərini bitirərsən. Belə insan daha bir qisim də olsa daha rahat olur. Daha bir təcrübəm isə plan qursaz da rutini otuzdurmaq biraz çətin olur. Ona görə tədricən salıram. Məsəl üçün bugün tutalım yazdım ki, 15 dəqiqə yeməkdən əvvəl su içəcəm. Bunun mənim şuuraltıma tam oturması üçün və yaxud mənim bunu tam rutin halına gətirməm üçün bir müddət lazım ola bilər. Və yaxud saat 5-də oyanacam, bir müddət əziyyət çəkə bilərəm. Daha sonra onu baxıram ki, məsələn, bu mənə uyğundur ya yox. Artıq bunu uyğunlaşdırdım rutinimə. Daha sonra keçirəm əlavə başqa bir şeyləri də rutinimə uyğunlaşdırmağa, başqa bir şeyləri də planlamağa. Və tədricən görürsən ki, artıq rutin oturub. Məsələn, məndə artıq oturub. Səhər tutalım Hüseyni hazırlığa saldım. Hazırlığa yola salandan sonra artıq bilirəm ki, o gələnə qədər yeməyin hazırlamalıyam, sumkasını hazırlamalıyam və yaxud evin işlərini mütləq görüb bitirməliyəm. Evi görürsünüz ki, burada məsələn Hüseyn hazırlığa gedənə qədər mən soyuducunu da təmizlədim, evləri də səliqəyə saldım. Bunu mən zamanla bunu otuzdurmuşam, yəni. Daha sonra isə məktəbə gedəndən sonra məktəbə apardım, qoydum. Gələndən sonra isə digər işləri görmək. Bilirəm ki, o gələndən sonra məsələn gələnə qədər məsələn yemək hazırlamalıyam və yaxud videom varsa onu hazırlamalıyam. O da yəni o gələndən sonraya qədər. Yəni burada zaman da önəmlidir. Zamanı da bir müddət sonra otuzduracaqsınız ki, artıq mənə bu zamanda daha yaxşı, hansı daha yaxşı təsir eləyir, digər bir vaxtda hansı daha yaxşı təsir eləyir. Yəni elə yəni tədricən bu düzələcək. İşlərimi gördükcə isə gördüyünüz kimi belə rəngləyirəm. Bir də şeyə fikir verin ki, qaza gəlib, birinci adam qaza gəlir və çoxlu şeylər yazır ora. Mütləq şəkildə onu edə biləcəyiniz şəkildə yazın. Çox da gözünüzdə böyülməsin və çox da özünüzü yükləməyin ki, onda elə olur ki, bir gün, 2 gün eləyirsən, 3-4 gündən sonra başlayırsan həvəsdən düşməyə. Burada gördüyünüz işləri sadəcə mən 1-ə qədər, 12-yə qədər daha doğrusu elədim. 12-dən sonra heç bir iş görməmişəm. İndi isə Hüseyni aparıram məktəbə. Burada sizə gülməli bir şey danışım. Mənim heyvanlara qarşı çox böyük fobiyam var. Yəni heç bir pişiyə olsun, heyvan olsun toxuna bilmirəm. Hüseyni məktəbə qoyub geri gələndən sonra burada elə balaca xoruz var idi yolumuzda, amma çox balaca idi. Gördüm ki, mənə tərs-tərs baxır və o qaçdı, mən qaçdım, o qaçdı, mən qaçdım. Bütün yol boyu qaça-qaça gəlmişəm. Həqiqətən də o qədər qorxuram ki, xoruzdan. Burada da iPhone-u test edirəm ki, görüm ayı falan necə çəkir. Gəldim evə gələndən sonra təbii ki, o bir otaqları bitirmişdim, amma mətbəxə yığmışdım hər şeyi. Mətbəxi də bütöv belə day çəkmədim, hamısını təmizlədim. Atapleniyanın üstündəki də paltarları da bükdüm, yığdım. Ona dedim mən hədiyyə alacağam, amma 8-9 gündə mən hədiyyə almır. Ağlayırsan ona görə? Yox. Bu boyda oğlan ağlayırsan. Yox. Ağlayırsan axı. Bəli, olmur. Bəs sənə dedim ki, sabah alacağam sənə hədiyyə. Sabah alacağım, anladım. Anlatmadım, ata getmədi. İstəmirəm. Ali, gəl barışaq. Hüseyin, bax, Snickers verirəm. Bax, istəyirsən? Hüseyin, yiyəcəm ha buna. O nədir, həm alırsan, həm küslülük. Onu da qaytar, onu da qaytar. Onu da qaytar. Bunu da paylaşacağım. Deməli, bu günləri getməmişik. Deməli, hədiyyə demişdim, Hüseyni alacağım. Hüseyin, ata getmədi. Dedi ki, gecikirik Hüseyni götürməyə, ona görə ala bilmədim. Amma sabahları sənə dərsdən çıxanda hədiyyə əlimdə gətirəcəm. Yaşı, bugün yox, pişik, bugün yox. Pis olma, bəbəş, pis olma. Keçmir pis olmaq. Ancaq cinləşirəm, taksiyle alaq. Taksini alaq gedək? Hə. Can, onda belə eləyirsən, o Snickersi mənə ver, sən o da mənə barışmadın. Mən onu yeyeyim iftarda. Araz marketdən də çox uyğun qiymətə belə 2 dənə krem almışdım. Nəsə onu da göstərim, yoxlayıb deyəcəm. Burada isə videonu yavaş-yavaş sonlandırmaq istəyirəm. Ümid edirəm ki, video xoşunuza gəlmişdir. Zəhmət olmasa videonu bəyənməyi, gözəl rəylərinizi mənimlə bölüşməyi və abunə olmağı unutmayın lütfən. Sağ olun, Allaha əmanət olun. Gələn videolarda görüşənədək.